Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim hündüşkalarda olan xəstəliklər haqqında danışıb məlumat vermək. Bir çox abunəçim yazırdı ki, hündüşkalarımızda sozalma var, büzüşürlər, yaxşı yemirlər. Bu nədəndir, səbəbi nədir? Bu haqqda danışıb deməli əziz izləyicilər məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, ilk öncə mövzumuza keçməmişdən öncə artıq dərəcədə xahiş edərdim ki, əgər kanalımıza abunə deyilsinizsə, abunə olun və videolarımıza artıq dərəcədə xahiş edərdim ki, like qoyun. İndi keçək, əziz izləyicilər, belə deyək, mövzumuza. Hündüşkalarda müəyyən, belə deyək də, xəstəliklər olur və bunlarda belə hündüşkalarda sozalma zad baş verir. Deməli, əziz izləyicilər, bu nədən baş verir, bu sozalma zad? Bilirsiniz ki, hündüşkalar istini sevən quşlardır, yəni ev quşlardır. Yəni toyuq, belə deyək, soyuq zad olanda toyuqdur, beçədir, yəni toyuğun cücələri, fərələri, xoruzlar, nə bilim, beçələr zad soyuğa biraz davamlı olurlar. Ancaq bu hündüşkalar bir damcı soyuq oldu, başlayırlar sozalmağa. Onun üçün hündüşkanın ilk öncə yerini isti eləmək lazımdır. Yəni hündüşka soyuq oldu, başlayır büzüşməyə. Ümumiyyətlə hündüşka ən yaxşı elə toyuq da, hündüşka da martda, fevralda çıxanlar yaxşı olur. Nəyə görə? Çünki onlara siz 2 ay, 3 ay isti yerdə baxırsınız, sonra yay ayına düşür, mayın axırına zada istini görürlər və belə deyək də, sentyabr, oktyabr ayında buna 7-8 aylıq olurlar, soyuğa davamlı olurlar, yəni soyuğa dözürlər. Ancaq o yayda çıxan hündüşka balalardır, toyuqlardır, gəlib sentyabra düşəndə onlar 3 aylıq, 4 aylıq olurlar, biraz soyuğa düşmürlər. Yəni sentyabrdan, oktyabrdan sonra soyuqlar düşəndə bunlar başlayırlar büzüşməyə. Ona görə hündüşkanın ilk öncə yerini isti eləmək lazımdır. Yəni, əgər sizin hündüşkanız maydan sonra çıxıbdırsa, yəni yayın balasıdırsa, 3 aylıq, 4 aylıq, belə deyərdim da, hündüşka balalarıdırsa və gəlib bunlar oktyabrda, noyabrda 4-5 aylıqdırlarsa və yaxud balacadılarsa, yəni axırıncı çıxışdırsa, bunlar yerini isti eləmək lazımdır. Çünki bunlar soyuq oldu, başlayacaqlar büzüşməyə və ölümlə də nəticələnə bilər. Yəni, hündüşka soyuğa dözmür, yəni siz onları çöləzdə buraxacaqsınız, onları soyuq alacaqdır və xəstəliyə yoluxacaqlar. Ona görə, əziz izləyicilər, çalışın, əgər sizin hündüşkalarınız 3 aylıq, 4 aylıqdırsa, onları damda isti şəraitdə saxlayın ki, yaxşı böyüsünlər, yəni xəstəlik tutmasın da, soyuğa düşüb xəstəlik tutmasın. Damda ayaqlarının altına saman tökün, nə bilim, biraz belə deyim, damın qapısını zadı örtün ki, qoy içi isti olsun, öz buğla, belə deyək də, havalarından içi buğlansın, belə deyək, öz nəfəslərindən içləri, damın içi isinəcəkdir və belə deyək, hənirti olacaqdır damda. Ona görə çöldən, yəni dam yaxşıdır ki, çox buraxmayın, çöldə olsunlar. Çünki belə deyim, çöldə olanda soyuq zad alır, onlar başlayırlar xəstəliyə yoluxmağa. Ona görə balaca hündüşkalı ilə damda şıq zad çəkin, yəni damın içində şığı yandırın, soyuq olanda çölə buraxmayın. Çölə də buraxdınız, misal üçün otda, mağazada buraxsınızsa, 1 saatlıq, 2 saatlıq belə buraxın, sonra təzədən dama salın. Çünki çöldə onlar xəstəliyə soyuq alacaqdır və xəstəliyə yoluxacaqdır. Yəni, ilk öncə hündüşkanın yerini belə isti eləyin. Əsas odur hündüşka üçün. Və təbii ki də onlara, hündüşkalara, belə deyim, güclü yemlər verin ki, yəni tez yaxşı böyüsün, yəni qabağında yemini bol eləsəz, acdıqca, yedikcə hündüşkalar həm tez böyüyəcəkdir, həm mədələri tox olacaqdır, soyuğa elə, yəni soyuq onları elə almayacaqdır və bir də sularına vitamin qatın. Yəni vitaminli
sular onlara xeyirdir. Həmçinin də əgər mən demişəm balıq zad olur ucuz. Ondan alın, qaynadın həm sularını qoyun qabaqlarına içsinlər. O balığın özünü də yeminə qatın, verin. Bu hündüşkalar xüsusən də bu soyuq aylarda xeyirdir. Təbii ki də indi belə göy-göyərtindir, həyətdə varsa, əgər istəyirsinizsə həyətə alıb buraxasınız, yığın qabaqlarına tökün. Ondan sonra soğan çox verin. Hündüşka soğanı çox sevir və bir çox belə deyərdim, xəstəliklərdən qoruyur soğan. Soğandır, sarımsaqdır. Həmçinin hündüşkada bir də əzizləyicə qurd olanda, yəni bu sozalma zat baş verir. Qurd dərmanını da verin. 3 aydan bir, daha doğrusu ayda bir dəfə onu verin. Qurd dərmanı hündüşkarla 3 aydan da bir çalışın H vaksinini vurun. H vaksini vurulan cücələrdir, toyuqlar, yəni toyuq balalardır, hündüşka balalardır, heç bir xəstəliyə yoluxmur. Yəni hündüşkanın əsas yeri isti olmalıdır. Yəni hündüşka neçə dərəcə isti olsa ona dözəcəkdir. Ancaq soyuq olan kimi başlayacaqdır xəstələnməyə. Və xəstələndi də siz ona nə qədər belə deyim, dərman zad da versəz, elə xeyri olmur hündüşkaya. Ona görə ilk öncə hündüşkanın yerini isti eləyin. Sularına da bayaq dediyim kimi vitaminlər qatın, verin. Ondan sonra oksitetraskilin dərmanı paraşokunu sularına qatın, verin. Ümumiyyətlə mən həmişə demişəm, hündüşkanın ən gözəl dərmanı 4 dərmandır. Oksitetraskilin, trimerazin, bravasitol və supervit. Bu 4 dərmanı baytara deyirsiniz, özü elə bil ki qarışdırır, onu verir və onu sularına siz qatıb verirsiniz. Bu hündüşkanın balalarına da, böyüklərinə də çox belə deyərdim, xeyirdir. Yəni onları bir çox xəstəliklərdən qoruyur, həmçinin xəstələnənləri sağaldır. Yəni hündüşka üçün bu çox gözəl, faydalı bir dərmandır. Yəni ondan həmişə qabaqlarında olsun suları. Oksitetraskilin, trimerazin, bravasitol və supervit. Supervit təbii ki bilirsiniz ki şeydir, vitamindir. Yəni olmalıdır bu. Yəni sularına bunu qatıb verirsiniz. Təbii ki arada da şeydə verə bilərsiniz, çiktonikdir, ondan sonra intravitdir və digər vitaminlər verə bilərsiniz. Yemlərini yaxşı edin, yəni qarğadalıdır, arpadır, buğdadır, qarışıq edin, verin. Hətta şəkəri yemdə içinə qata bilərsiniz. Yəni 25% məsələn qarğadalı, 25% arpa, 25% buğda, 25% də imişli yemindən, şəkərli yemdən qatıb belə qabaqlarına qoyun ki, onların mədələri belə partlayana kimi yesinlər də, yəni çox yesinlər, dəndikləri dolana kimi. Bu onlara çox xeyirdir. Yəni bu qış aylarında, soyuq aylarda onların yemi güclü olmalıdır ki, soyuğa davamlı olsunlar. Və indi abunəçilərim yazırdı ki, sozalır, nə edək? Yerini isti eləyin, əziz izləyicilər. İlk öncə hündüşkanın yeri isti olmalıdır, ayağının altı isti olmalıdır, saman olmalıdır, ya apilka olmalıdır, dam da saxlayın, yerlərini isti eləyin və sularına da bayaq dediyim ki, oksitetraskilin, trimerazin, bravasitol və supervit. Bu 4-ünü qatın, verin sularında, yemini də bol eləyin. Özünüz görəcəksiniz ki, o sozalanlar özlərinə gəlirlər. Yəni sozalma soyuqdan zaddan olur. Həmçinin də əziz izləyicilər, qurd dərmanı mütləq verilməlidir. Çünki qurd dərmanı verilməyəndə ondan da ola bilər ki, büzüşmə, inkişaf zat dayana bilər. Yəni hündüşkaların yenə deyirəm, yerini isti eləyin. Yerini isti eləyin, sularına o dərmanları qatın, vitaminlər qatın, verin və yemlərini güclü eləyin və qabaqlarında da həmişə yemləri olsun. Yəni hündüşkaya ilk öncə yerinin isti olmağıdır. Yəni bu qayda ilə baxsaz, hündüşkada heç bir problem olmayacaq. Təbii ki də kanalımızda da var. İnşallah da yenə də gələcəkdir videolar. Hündüşkaların qızıl baxılma qaydası. Yəni baxın, orada var. Həmçinin istiliyi də onu kimi, yəni kanalımda var, ilk gündən böyüyənə kimi neçə dərəcə isti olmalıdır. Bax belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.